Son zamanlar zəif eşidən insanların əksəriyyətini belə bir sual maraqlandırır. Mənə hansı qiymətə olan qulaq içi cihaz uyğundur? Baxın, ilk öncə qeyd eləməliyəm ki, qulaq içi cihazlar yalnız və yalnız yüngül və orta dərəcəli eşitmə zəifliyi varsa biz təyin edə bilirik. Yəni kimdəsə ağır dərəcəli zəiflik varsa, çox təəssüf ki, belə kiçik cihazlar öhdəsindən gəlmir. İstər batareyalı olsun, istər şarjlı olsun. Birinci onu qeyd etmək lazımdır ki, deməli dərəcə önəmlidir. İkinci, qulaq pərdəsinin vəziyyəti. Məsəl üçün, pərdəsində yırtıq olan və ya da ki, pərdəsi olmayan insanlar var ki, ona da məsləhət görülmür qulaq içi cihazlar. Sonra təbii ki, yaş nəzərə alınmalıdır. Yəni az yaşlı uşaqlarda və həddindən çox yaşlı insanlarda istifadə baxımından çətinliyinə görə o da məsləhət görülmür. Və qulaqda hər hansı bir iltihabi axıntı varsa, maye, yəni normalda hamıda olduğu qulaq kiri yox, duru halda iltihabi axıntı varsa, hətta dərəcə uyğun gəlsə belə biz qulaq içi məsləhət görmürük. Bu ilk öncə müalicə olunmalıdır. Sonra əlavə başında küy var, səs var bəzi insanlarda. Yəni həm eşitmə zəifliyi var, həm də küy var. Yəni buna görə də küy əleyhinə olan cihazlar başqadır, sırf eşitmə zəifliyi olan cihazlar başqadır. Hələ bunlar azmış kimi bir də cihazlar kanal sayına görə bölünür. Düşünün ki, həm batareyalı, həm zaryadkalı cihazların, şarjlı cihazların 16, 24, 32 və 48 kanallısı mövcuddur. Bunlar isə bir-birindən kanal sayısı artdıqda səs təmiz gəlir, aydın gəlir, ətrafın səsi mane olmur sözləri başa düşməyə, ayırd eləməyə. Bax, bunu pasient özü seçməlidir. Bir-bir hamısı yoxlanışdan keçir. Təbii ki, bunlar yoxlama cihazlarıdır. Biz hər kəsə elə cihazın özünü açıb qulaq asdırmırıq. Birinci demo, yoxlama variantdakı cihazların səsinə qulaq asır pasient, arxadan danışdırır, uzaqdan, hətta qapalı otaqda deyil də kənarda, yol kənarında səsli küylü bir yerdə yoxlayandan sonra pasient özü qulaq asır, dəqiq seçir ki, hansı mənə daha aydındır. Soruşa bilərsiniz ki, bir də əlavə bir sual kimi, niyə məhz batareyalar, niyə məhz şarjlı? Yəni bilin ki, şarjlı cihazlar cüt olur. Yəni bunlar tək olmur. Əgər bir insanın bir qulağında problemi varsa, o seçimini batareyalı cihaz etməlidir. Ya sağ, ya sol fərq etməz. Amma bunlar tək-tək olur. Bunlara biz batareya taxdıq. Qutudan da bir dənə cihaz təyin edilir. Amma şarjlı cihazlar isə cüt olur. Yəni əgər hər insanın iki qulağında problemi varsa, o zaman seçimi özü edəcək. Ya şarjlı götürəcək, ya da ki, batareyalı cihazlar götürəcək. Sonda sualımıza cavab olaraq qiymətlər müxtəlifdir, çünki cihaz modelləri çoxdur. Bir zəhmət olmasa pasientlər bizim filiallarımıza yaxınlaşsınlar, ilk növbədə dəqiq yoxlamadan keçsinlər ki, ilk baxaq görək qulaq içi uyğun gəlirmi? Gəlirsə hansı qiymətdə, yəni hansı kanallı cihaz uyğun gəlir? O zaman qərar vermək lazımdır.